Fikrət müəllim, bildiyim qədər bir dəfə konsulluğa hücum ediləcəyi barədə xəbərdarlıq almışdınız. Hətta sizə Kalaşnikovla müdafiə olunmaq tapşırılmışdı. Bu hadisə necə baş verdi? Deməli, belə bir xəbər gəldi ki, axşamüstü konsulluğun deməli önündə bir mitinq olacaq və çox güman ki, orada təxribatlar baş verəcək və konsulluğa müdaxilə etmək istəyi olan qüvvələr də var orada. Və deməli bizi baş konsul müavini dəvət elədi bir otağa, dedi ki, bax burada bu yeşiklərdə Kalaşnikov avtomatları var. Açdı yeşiyi, orada 2-3 avtomat var idi cəmi, köhnə avtomatlar idi. Əgər belə bir hadisə baş versə, siz özünüzü müdafiə edin. Çünki başqa burada çıxış yolu yoxdur. İndi mən bir-iki sual da verdim. Dedim, axı biz diplomatıq, biz özümüzü müdafiə etməyə, bizim o qədər də bəlkə də hüququmuz yoxdur, bizi qorumalıdırlar. Dedilər ki, heç kəs sizi qorumaq fikrində deyil. Burada yerli ənənələr belədir ki, sizi qorumağa heç kəs, deməli, düşünürəm, deməli, fikirləşmir heç. Mən dedim ki, mən axı ata bilmirəm Kalaşnikovdan, istifadə etməmişəm. Dedi ki, əgər sənin həyatına bir təhlükə yaratsa, düşünürəm ki, snayper kimi atacaqsan. Belə bir epizod oldu.